Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bari'il halaiqi ecma'in. Ba'isil enbiyai vel murselin. Ve sallallahu ala seyyidina ve nebiyyina Ebil Qasim Muhammed. Allahümme salli ala وآله المعصومين الذين ذهب الله عنهم الرجس وطهرهم تطهيرا ولعنة الله على أعدائهم أجمعين إلى يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Quran və Maarif işığında, Əhl-i Beyt Maarifi işığında bizləri haqqa hidayət edəcək Ağa İmam Zamanın zuhurunun tezliyi və canının sağlığı üçün Muhammed Ali Muhammedə salavat zikr eləyək. Məşəd Rahib qardaşımız da gözəl tilavəti ilə bizləri feyziyab elədi, ruhumuzu oxşadı. Onun da Quran və Əhl-i Beytlə məşhur olması və bizim də Quran və Əhl-i Beytlə məşhur olmağımız üçün Muhammed Ali Muhammedə salavat zikr eləyək. Söhbətə başlamazdan əvvəl qeyd edeyim ki, Kərbəlayı Zülfüqar Məşhəd ziyarətindədir və zəng eləyib hamınıza salamını yetirdi və söz verdi ki, hamımız üçün dua eləyəcək. Ona görə də müvəqqəti olaraq mən əvəz eləyirəm Kərbəlayını. Bugün Nisa surəsinin 59-cu ayəsi haqqında bir neçə kəlmə ərz edəcəm. Əlbəttə ruhumuzun, zehnimizin, hafizəmizin, zövqümüzün Quran maarifi üzərində köklənməsi lazımdır. Buna görə də diqqətimizi Quran maarifinə yönəlməsi xatirinə Muhammed Ali Muhammedə salavat zikr eləyək. أعوذ بالله من الشيطان الرجيم يا أيها الذين آمنوا أطيعوا الله وأطيعوا الرسول وأولي الأمر منكم إلى آخر الآية صدق الله العلي العظيم. Buyurur ki, ey iman gətirmiş insanlar, itaət edin Allaha və itaət edin Rəsula və özünüzdən olan əmr sahiblərinə. Bu ayə İslam aləmində o başı bəlalı ayələrdəndir. Çox müzakirələr olub bunun üzərində. Bekara mübahisələr olub. Nahaq mübahisələr olub. Nisa surəsinin 59-cu ayəsi 87-ci səhifə. Çox nahaq mübahisələr olub. Ayənin özünə. Bizim ustadların birini dillər desək, adam öz gözündəki xüsusi açqısını çıxartsa, eynəyini çıxartsa, baxsa ayəyə, ayədə hər şey aydındır. Amma elə ki, əvvəlcə bir şeyi zehnində götürürsən, onun məbnası, təməli üzərində baxırsan ayəyə, istəyirsən ayədən ona oxşar bir şey çıxsın. Görərsən, bəzən insanın birindən acığı gələr, kini olar birinə, Allah uzaq eləsin. Görürsən, o həmin adam haqqında bir yanlış məlumat verərlər ki, filan kəs filan işi görüb. Tez əlinə bəhanə dikər. Gördünüz, mən dedim, onda bu xasiyyət var, filan bəs məkan. Sonra bəlli olanda ki, yox, o bunu eləməyib, görürsən, yenə istəyər çəksən o tərəfə. Axırı da mən dedim də, onun orada olması bir problem törədəcək, mən bilirdim. İstəyir ki, elə günah yıxılsın onun üstünə. Bəzən də insan Quranın ayələrinin hər hansı biri haqqında bir mənanı əvvəlcə beyində tutur, sonra bütün təfsirləri çalışır yönəltsin
həmin mənanın üzərinə. Ayənin mənası budur. İtaat edin Allaha, itaat edin Peyğəmbərə, itaat edin əmr sahiblərinə. Bircə bunu burada tapmaq lazımdır ki, əmr sahibləri kimdir? Qalan hər şey aydındır. Amma o qədər cəncala salıblar bu ayəni, məcburuq bəhslər eləyə bu ayə haqqında. Buyurur, itaət edin. Bu itaət sözündə birincəlik var. Baxın, ayə buyurur ki, ya eyyuhəllezina amanu, ey möminlər, bu məlumdur. Ati'ullaha, itaət edin Allaha. Bura qədər ayədə mübahisə yoxdur. Bu təbiidir, Allah əmr edir ki, Allaha itaət edin. Ardıca gələn söz aləmi vurur bir-birinə. Və ati'ur rəsul və Peyğəmbərə itaət edin. Suallar yaranır. Məyər Allah Teala özü şəxsən gəlib bizə bir söz deyir ki, biz ona itaət eləyək? Allah Teala nə deyir? Peyğəmbərin vasitəsilə deyir də. Niyə ayırır burada? Allah bu sözü bizə kim öyrədib? Peyğəmbər. Bu Qur'anı kim gətirib? Peyğəmbər. Bir də gördülər Peyğəmbər qəribə sözlər danışır. Adını da qoyub Qur'an. Əgər Peyğəmbər gətirməsəydi biz nə bilirdik Qur'an var, yoxdur? Hardan bilirdik? Allahın bütün hökmlərini bizə kim deyib? Həzrət Peyğəmbər. Yəni biz Allaha necə itaat eləyə bilərik? Peyğəmbərin sözlərinə qulaq asmalı. Başqa yolu yoxdur ki. Allahın ayrı sözü, Peyğəmbərin ayrı sözü yoxdur ki. Allahın ayələrini, ehkamlarını bizə kim çatdırıb? Peyğəmbər. Biz nə vaxt Allaha itaat etmiş oluruq? Peyğəmbərə itaat etsək. Bu məlumdur. Bəs bu nə deməkdir? Və atiyur rəsul, Peyğəmbərə itaat edin. Bunun mənası nədir? İlahi, buyurdun ki, sənə itaat eləyək. Başa düşdük ki, Peyğəmbər nə desə əməl eləyək. Başqa yolu yoxdur ki. Yəni Allah Teala Peyğəmbərdən əlavə gəlib bizə hökm oxumur ki. Hökmü bizə kim oxuyur? Peyğəmbər salavatullah. Deməli Allaha itaat nə deməkdir? Peyğəmbərə itaat eləmək. Bəs bu ardıcı dediyin ayə nədir? İlahi və atiyur rəsul, Peyğəmbərə də itaat eləyin. Əgər bunun da mənası elə Allaha itaat eləyin deməkdirsə, bu təkrar nəyə lazımdır? Qur'an-ı Kərim və mənasız təkrar. Bağlabatandır, təsəvvür olunandır. Dünyaya fəsahət meydanı oxuyan, məntiq meydanı oxuyan Qur'an mənasız bir təkrar eləyir. Allaha itaat edin və Allaha itaat edin. Mənası bu olur. Deyirsiniz ki, axı, birində Allaha deyir, birində Rəsula. Onda deyirik ki, axır Rəsuldan başqa bizim Allaha xodumuz var itaat eləyək. Peyğəmbərin sözünə qulaq asmaqdan başqa biz Allaha necə itaat eləyə bilərik? Allah deyir, namaz qıl. Kim bizə çatdırır bunu? Peyğəmbər. Oruç tut. Peyğəmbər deyir. Həccə get. Peyğəmbər deyir. Peyğəmbərin sözünə qulaq asmaq, yəni Allaha itaat. Bunu başa düşdük. Bəs ardıca bu nədir? Və atiyur rəsul. Və Peyğəmbərə itaat eləyin. Buradan məlum olur ki, Peyğəmbər salavatullah həm Allah Taala'nın sözlərini deyəndə ona itaat eləmək vacibdir, həm öz sözlərini deyəndə ona itaat eləmək vacibdir. Həm Allahın sözünü deyəndə ona itaat eləmək vacibdir, həm öz sözünü deyəndə ona itaat eləmək vacibdir. Bu ayəni cürbəcür formada demək olardı. Burada qrammatika oxuyanlar var da bilirlər. Deyə bilərdi ki, ya eyyuhəllezina amanu ati'ullaha və rəsulə və ulləmri minkum. İtaat edin Allaha, Rəsula və əmr sahiblərini. Belə demədi. Buyurdu, ya eyyuhəllezina amanu ati'ullaha və ati'ur rəsul. Ərəb qrammatikası baxımından daha fəsih belə olardı ki, itaat edin Allaha və Rəsula. Amma Allah buyurur, itaat eləyin Allaha və itaat eləyin Rəsula. İtaat sözü niyə təkrar gətirir?
İndi o başqa mövzudur ki, Peyğəmbərin öz sözləri nə deməkdir, onu qoyuruq kənara. Biz hələ bundan danışırıq. Allah Taala ki buyurur, Allaha itaat edin və onun rəsuluna itaat edin, bunun mənası nədir? Mənasız təkrardır bu. Ki Quranda belə şey qeyri-mümkündür. La yətihil batil min bəyni yədəyhi və la min xəlfih. Batil ona heç tərəfdən daxil ola bilməz, Quran buyurur. Həmin Qurandır da, necə oldu batil bir təkrar girdi Quranın içinə? Xeyr, təkrar deyil. Allaha itaat edin, məlumdur. Biz Peyğəmbərin əmrlərinə qulaq assaq, Allaha itaat etmiş oluruq. Və Allahın rəsuluna itaat edin, yəni onun öz sözlərinə də itaat edin. Nə çıxır buradan? Bu çıxır ki, Peyğəmbər məsumdur. Əgər Peyğəmbər salavatullah öz həvai nəfsindən bir söz desə və Allah Teala bizə buyursa ki, ona itaat eləyin, aləm qarışar bir-birinə. Deyərik ki, ilahi, sən başqa yerlərdə buyurursan ki, Allah Teala'ya itaat, burada deyirsən Allah Teala'ya və Peyğəmbərə itaat eləyin. Əgər bu Peyğəmbər məsum olmasa, əgər bu Peyğəmbər bizi harama da dəvət etmiş olsa, günaha, səhvə dəvət etmiş olsa, onda başqa ayələrdə buyurduğun kəlamların mənası nədir? Günah eləməyin, haram elədim sizə, filan elədim, bəsməkən elədim. Bunun mənası nədir? Məsələn, Əraf surəsində 33-cü ayədə buyurur ki, قل إنما حرم ربي الفواحش ما ظهر منها وما بطن والإثم والبغي بغير الحق وأن تشركوا بالله إلى ما شاء الله. De ki, mənim Rəbbim haram elədi bütün pis işləri, istər aşkar olsun, istər gizgin olsun, isimlər olsun, bəğilər olsun, zülümlər olsun, şirk olsun, hamısını haram elədi. Burada belə buyurursa, pis işləri haram eləmişəm. Sonra desin ki, Peyğəmbərə itaat elə. Əgər Peyğəmbər günaha dəvət eləsə də itaat eləyim. Mümkündür ki, Allah Teala ki Quran haqqında buyurur ki, əfəla yətədəbbərunəl Quran, niyə Quranda düşünmürsünüz? Ləv kanə min indi qayrillah ləvəcədu fi ixtilafən kəthira. Allahdan başqası tərəfdən gəlsəydi, onda çoxlu ziddiyyətlər görərdiniz. Yəni Quranda ziddiyyət yoxdur. Bəs bu ziddiyyət nədir? Burada əmr eləyir, Peyğəmbərə itaat elə. Orada deyir, günah eləmə. Yaxşı, Peyğəmbər günah əmr eləsə, neyniyim? Ziddiyyət ola bilməz Quranda. Məlumdur ki, Peyğəmbər günaha əmr eləməz. Yəni, Peyğəmbər nədir? Peyğəmbər məsumdur. Peyğəmbər nə deyir? Allah kəlamıdır. Əgər deyir, kağız qələm gətirin, Allahın əmri ilə deyir, kağız qələm gətirin. Nə deyir? Allahın kəlamıdır. Rəsul məsumdur. Bu bir məsələ. İkinci məsələ budur. Kimsə deyə bilər ki, yox, Allah Teala'nın məqsədi budur ki, pak şeylərə, halal şeylərə əmr eləyəndə itaat eləyin, əmr eləməyin, pis şeylərə əmr eləyəndə itaat eləməyin. Onda biz deyərik ki, Quran-ı Kərimin hər bir kəlməsinin mənası var. Quran buyurur ki, Allaha və onun rəsuluna itaat eləyin. Heç bir qeyd şərt gətirmir ki, nə vaxt itaat eləyək. Heç nə demir. İtaat eləyin və salam. Amma biz görmüşük, Quran-ı Kərim nə vaxt itaəti başa salmaq istəyirsə qeyd vurur. Məsələn, Luqman surəsində buyurur ki, وَوَصَّيْنَ الْاِنْسَانَ بِوَالِدَيْهِ İnsana vəsiyyət elədiyi valideyninə itaət eləsin. Anası onu çətinliklə saxlayıb, 2 il onu saxlayıb, doğub, süd verib. Allah əmrlədi, mənə şükr elə, valideyni və şükr elə, mənə tərəf gəl. Və incahədəkə ələ ən tuşrikə bima ləysə ləqə bi ilmi fəla tuti'uhuma. Əgər valideyn, itaat elə valideynə, onlar sənin zəhmətini çəkib. Bunu mən qoy burada qeyd eləyim. İstər biz hiss eləyək, istər hiss eləməyək. İstər başa düşək, istər başa düşməyək. İstər biz bunu qanaq, istər qanmayaq. Valideyn bizim bir dənə sözümüzdən incisə evimiz yıxıldı. Nöqtə və salam. Gedib fikirləşmək lazımdır. Adını savab qoyub valideynin başına qışqırma ki, namaz qıl.
Valideyn Allah'tan sonra ikinci itaat olması varlıqdır. Fikirləşmə ki, mən kompüter ustasıyam, mollayam, müdirəm, nəyəm, zirəm, zibiləm. Bunu fikirləşmə. Fikirləş ki, mən nə boydayam, valideyn istəyir mən bu boyda eləsin. Mən vaxtıyla şıltaq, dələduz, nadinc, heç nə qanmayan bir uşaq idim. O yana qaçırdım, valideyn gətirib qoyurdu bu yana. Bu yana qaçırdım, valideyn qoyurdu bura. Gecənin ən şirin yuxu vaxtı heç nəsiz var qüvvəmlə qışqırırdım. Valideyn başıma qışqırmırdı, durub ovundururdu məni. Atmırdı həyətə. İndi mən yekə olmuşam. Ay arvad, bəsdir, sən bilmirsən, qocalımsan, ay kişi, bədbəxt olar adam. Hədisdir. Aq valideynə de, nə eləyirsən elə, səni cənnətə qoymayacam. Kimin valideyni ondan narazıdır? Allah buyurdu Peyğəmbərə, həmin adama denən, belə milyard dəfə həcc elə, milyard rükət namaz qıl, milyard gün oruç tut, milyard dənə yetim doyuzdur, milyard nəfərə əmr bir məruf eləyib haqqı ətir, nəhyəz münkər elə. Valideynin səndən narazı olsa qoymayacam sən cənnətə. Ged, papağı qoy qabağı fikirləş. Danışanda ağlığı başlayıq. Səsin valideynin səsinin üstün çıxmamalıdır. Demə qoca arvaddır, papadan qorxuram, mama da indi söz deyəcəm, bağışlayacaq. O bağışlayır, o bağışlamır. O sənin qudurğan çöhrəvə baxır, deyir, buna baxır. Mən buna əmr elədim ki, bunu incitməsin qucağında, böyütsün 2 il, 3 il. İndi bunun hərəkətinə bax. Valideynin danışanda valideynindən bəş danışır, sözün kəsir valideynin. Fəla təqulləhuma uf. Uf sözü Quranda gəlib. Uf demə valideynə. Yorulmusan, içində yorul. İçində yorul. Valideyn avam söz danışanda başına çaxma. Valideyn sənin həyat yoldaşına yola getməyəndə başına çaxma. Bu atadır, bu anadır. Demirəm, ona görə həyat yoldaşına zülm elə. Deyirəm, həyat yoldaşına görə ona zülm eləmə. Özü də mən demirəm, mən desəm, mənə qulaq asmazsınız. Valideyn, itaat elə valideynə, amma hara qədər? Və in cahədəkə alə ən tüşrikə biyi, ma ləysə ləkə biyi ilm, fəla tutihimə. Elə ki, sənə dedilər, mənə şərik qoş, günah elə, haram elə, itaət eləmə. Görürsünüz, itaət əmr elədi, sonra qeyd vurdu. Hara qədər itaət eləyə bilərsin. Amma burada nə deyir? Ətiyullah, Allaha itaət eləyin. Və ətiyur Rasul, və Rasula itaət eləyin. Heç bir qeyd şərt vurmuş. İtaət və salam. İlahi, sən mənə deyirsən, Peyğəmbərə itaət eləyim. Başqa bir söz buyurmursan ki. Demirsən ki, nə də itaət eləyim, nə də itaət eləməyim. Deməli nədir? Deməli, hər şeydə itaət eləməliyəm. Madəm hər şeydə itaət eləməliyəm. Deməli, Peyğəmbər məsumdur da. Olmaz ki, Allah Teala bir tərəfdən desin ki, itaət elə, o tərəfdən də günahkara əmrləsin, sən istədiyi denən. Var axı, belə təriqətlər var. Deyirlər ki, Peyğəmbər ağzı söyüşdüydü. Söyürdü, Allah Teala düzəldirdi. Kimə layiqdir söyüşü göndərirdi, kimə layiq deyil göndərmirdi. Yox, belə qəbul eləmək olmaz. Peyğəmbər pak idi, məsum idi. Ümumiyyətlə ayədir, Allaha itaat elə, ardıcətir Peyğəmbərdə itaat elə. Allah adam necə itaat eləyər? Nə dedi? Qəbul. Dağdan fikirləşməməlidir ki, mənim ağlım kəsir, düz deyir, düz demir. Peyğəmbərdə də həmçinin. Ardıca buyurur. Və ətiyur Rasul və ulil əmri minkum. Sizdən olan əmr sahibləri də belədir. Fikir verin. Diqqət edin cümlənin quruluşuna. İtaət edin Allaha və itaət edin Rəsula və özünüzdə olan əmr sahiblərinə. İtaəti 3-cü dəfə gətirmədi.
Yəni Allaha itaat edin, Peyğəmbərin gətirdiyi Qurana itaat edin. Peyğəmbərə və əmr sahiblərinə itaat edin, yəni onların dediklərinə itaat edin. Onların hamısı məsum olmalıdır. Yoxsa Allahın kəlamından biz eyib tuta bilərik. Deyək ki, sən ziddiyyət danışdın. Əgər məsum deyil, mən qeyri-məsumə nəcə itaat eləməliyəm? Bəlkə mən yalandan de cihada, mən də gedirəm, vurub məni öldürürlər, gedirəm cəhənnəmə. Necə olur? Günah eləyirəm. Komandir deyil ki, nə dedi eləməlisən? Məsum olmalıdır. Bu ayəni başqa ayə ilə də Allah Teala möhkəmlədir. Nisa surəsinin 65-ci ayəsində buyurur: "Fəla və rəbbikə la yu'minunə." Ey Peyğəmbər, Allah and içir. And içir Allah. Allahın sözü nə qədər əhəmiyyətlidir öz yerində, üzərinə gəlib Allahın andı. Yəni cəmaat inanmaq istəmir, Allah and içir. Ey Peyğəmbər, and olsun sənin Rəbbivə. Nə qədər ki, sənin mühakimən müqabilində onlar baş əyməyiblər, sənin qəzavətin müqabilində onlar iman gətirməyiblər, sənin hökm verdiyi və tabi olmayıblar və hətta ürəklərində də narahat olmayıblar, onlar iman gətirməyiblər. Yəni o zaman onlar mömindirlər, müsəlmanlar mömindirlər ki, bir problem yarananda, sən söz deyəndə hətta ürəklərindən də narahatçılıq keçməsin. Onda iman gətiriblər. Fəla və rəbbikə la yu'minunə. And olsun Rəbbivə, iman gətirməyiblər. Hətta yuhəkkimukə. O zaman iman gətiriblər ki, səni hakim təyin eləsinlər. Fīmā şəcərə bəynəhum. Öz aralarındakı ixtilafda səni hakim təyin eləsinlər. Deməli, ayənin şəhər-nüzul haqqında buyururlar ki, bir nəfər müsəlman ilə Yahudi arasında problem yaranmışdı. Haqq da ehtimalən Yahudi tərəfdə idi. Yahudi gördü ki, haqq mənim tərəfimdədir. Bu müsəlman biraz nahaqla məşğuldur. Dedi, gedək sizin Peyğəmbərinizin yanına. Müsəlman münafiqi. Dedi, yox, gedək sizin xaxamlarınızın yanına. Gedək sizin mollalarınız mühakimə eləsin. O haqdır, istəyir ki, haqq adam mühakimə eləsin. Bu nahaqdır, aparır nahaqqa tərəf, o desin. Gördün, bu da belə dedi. Buyurdu, fəla və rəbbikə la yu'minun. And olsun sən Rəbbivə iman gətirməyiblər. Hətta yuhəkkimukə fīmā şəcərə bəynəhum. O zaman iman gətiriblər ki, səni öz ixtilaflı məsələlərində hakim təyin eləsinlər. Və bundan qutardı, yəni kimsənin arasında problem yaransa, Peyğəmbəri hakim təyin eləsə, bəsdir, xeyr. La yəcidu, sonra la yəcidu fi ənfusihim hərəcən mimma qədəytə. Sonra sənin çıxartdığın hökmün müqabilində ürəklərindən narahatçılıq da keçməsin. Və yüsəllimu təslima, tam təslim olsunlar. Onda mömindirlər, yoxsa mömin deyirlər. Onda iman gətiriblər, yoxsa iman gətirməyiblər. Nə qədər ki, müsəlmanlar, ya Peyğəmbər, sən deyirsən kağız qələm gətir, deyir kişi sayıqlayır, deməli o adam sənə iman gətirməyib. Mirzəfər dedi, xeyr. Nisa surəsi 65-ci ayə dedi. And olsun sən Rəbbivə. Onlar o zaman iman gətirərlər ki, öz aralarındakı ixtilaflı məsələlərdə səni hakim təyin eləsinlər. Sonra sən mühakimə yürüdəndə öz qəlblərindən də narahatçılıq keçməsin və sənə tam təslim olsunlar. Bu da ətiyəllah və ətiyər Rəsul. Peyğəmbərə itaətin mənası budur. İndi biz nə eləyək? İslam tarixində 12 imamdan başqa heç kəs məsum olmayıb. İndi biz bu məsumlara tabi olaq, ya gündə bir fətva verənlərə tabi olaq. Hansına tabi olaq? İndi mən İmam Cəfər Sadiq əleyhissalama tabi olum, ya Peyğəmbərin səhabəsini də görməmiş bir nəfərin sözlərinə tabi olum. İndi mən Buxaridən baxın Peyğəmbər Salavatullahın ad-bad çəkdiyi 12 imama tabi olum, ya Muaviyyəni imam qəbul edeyim.
Ona itaat edeyim, buna itaat edeyim. Bu mühakimə müsəlmanların öz öhdəsindədir. Deməli, bugünkü bəhsimiz bu oldu ki, Allah Teala, birinci məsələ, Nisa surəsinin 59-cu ayəsində Allah Teala buyurur Allah'a itaat edin və sonra Rəsula itaat edin. Buradan bu çıxır ki, Allah'a itaat Rəsula itaatdən başqadır. Rəsula itaatin mənası budur ki, Rəsul Allahın sözünü deməyəndə də Allahın sözünü deyir. Diqqət eləyin. Allahın sözünü deməyəndə də Allahın sözünü deyir. Yəni, ayə deməyəndə də Allahın sözünü deyir. Şəriət deməyəndə də Allahın sözünü deyir. Niyə? 1. İtaat Allah'a itaatlə yanaşı gəlib. 2. İtaat ümumi deyilib, qeyd vurulmayıb. 3. Əgər elə olmasa itaati ağıl qəbul eləmir. Biz ağıllı dinin dindarlarıyıq, səfeh dinin yox. Bizim dinimizdə səfahət yoxdur. Ağılsızlıq yoxdur. Bizim təxrimiz budur. Bizim İslam dinimizdə ağılsızlığa yol yoxdur. Ağıl deyir ki, o adama sən tam itaat eləməlisən ki, o adam tam pak olsun, tam məsum olsun. Yoxsa insanın sağlam ağlı qəbul eləmir. Bir nəfər məndən səviyyəsizdir, gəlib mənə fətva versin, mən tam itaat eləməliyəm. Bu ağlabatan deyil. Və Quranın harasında itaat gəlibsə, ya ümumi gəlib, ya qeyd vurulub. Burada qeyd vurulmayıb. Ardıca Peyğəmbərə qoşur ulul əmri, özüzdə olan əmr sahibləri, onlar da o adamlardılar ki, Peyğəmbərə taydılar ismətdə. Və onlar da 12 imamdılar ki, hədis kitablarında gəlib və onsuz da hətta onları qəbul eləməyənlər, başqasını qəbul eləyənlər də, diqqət edirsiniz, hətta imamları qəbul etməyib, başqalarını qəbul eləyənlər də iddia eləmirlər ki, başqaları məsumdur. Deyirlər o başqaları, əgər düz hökm versələr tabi ol, səhv hökm versələr tabi olma. Nə gözəl, getmişəm, sərkərdədir, səhv hökm verdi. Mən neyniyim? Hücum eləyim, eləmiyim? Necə tabi olmayım? İslamı qoyum təhlükə altına, nəvər sən cəfəngiyyatı qəbul eləmək istəyirsən? Olmaz belə. Allah deyir, Allah'a itaat edeyim, bunu başa düşdük. Peyğəmbər nə deyir, Allahdan gətir, itaat eləməliyəm. Və Peyğəmbərə və ulul əmrə itaat eləyin. Bunu da biz başa düşdük, hamı başa düşmür. Əgər Peyğəmbər bir hökm versə, hətta bizim qəlbimizdə narahatçılıq yaransa, deməli iman gətirməmiş. Allah bizi qəlbən iman gətirib, təpədən dırnağa iman olanların zümrəsinə daxil eləsin inşallah. Bizi Quran və Əhl-i Beytdən ayrı salmasın. Cəmi müşkillərimizi həll eləsin. Xüsusən bir qardaşımız haqqında iltiması dua eləyiblər ki, müşkili var. Allah onda müşkillərini həll eləsin. Xəstələrimizə şəfa versin. Ölənlərimizi qəriq rəhmət eləsin. Bizi dünya və axirətdə Allahın öz huzurunda, imamların huzurunda peşiman eləməsin. Ağa İmam Zamanın zuhurunun tezləşməsi üçün Muhammed Ali Muhammedə salavat zikr eləyək.